Bugün ondan danışacağıq axır ki. Deməli belə, bugün ondan danışacağıq. Yəni bugün Sadiq Dayətdən danışacağıq. Məni tanıyanlar Sadiq Dayət olan heyranlığımı bilirlər və düşünürəm ki, kifayət qədər insana da Sadiq Dayətin Kör Baykuşunu oxutdurmuş. Sadiq Dayətə Şərqin Kafkası deyirlər. Mənə elə gəlir ki, bu təsadüfi bir şey deyil. Çünki Sadiq Dayət Kafkadan çox ilhamlanıb. Oxuyanlar da onun tərzinin Kafkaya bənzədiyi dilə gətirirlər. Və Kafkanın həm əsərlərini fars dilinə tərcümə eləyir, həm də Edgar Allan Poe'nun əsərlərini fars dilinə tərcümə eləyir. İki müəllif ikisi də kifayət qədər ağır bir böhran içində olan müəlliflərdir və mənə elə gəlir ki, bunları seçməyiniz özü də yəni təsadüfi bir şey deyil. Sadiq Dayətin ölümünü düşünəndə həmişə çox kədərlənirəm, özünə asılı bir hal deyil. Sadiq Dayət dəfələrlə intihara cəhd eləyir. İlk intiharı 24 yaşında olur və çaydan atır özünü. Bu da səhv xatırlamıramsa Fransada olur. Amma çayın kənarındakı cütlük tərəfindən xilas edir. Qardaşının yazdığı belə bir məktub vardı. Orada deyir ki, bugün özümü öldürmək istədim, amma qurtulmuşam. Hər şey yaxşıdır, narahat olma, belə bir şey var. 1951-ci ildə dostu ilə Fransada bir ev axtarırlar və evdə mütləq qazın olmağını istəyir. Dostu ilə əlaqə saxlayanda Sadiq Dayətlə artıq onun ölmüş olduğunu öyrənir. Nə bilim, bilmirəm. Bu mənə həmişə təsir edən bir nüans olub. Nə ki, onun çarəsizliyinə çarə tapmaq məsələsi kimi ola bilər. Bilmirəm, yəni ümumiyyətlə fars ədəbiyyatına məni yönləndirən insan olub Sadiq Dayət. Onun sayəsində bir çox yazıcı, şair, yəni bunları tapmışam. Mənim məsəl üçün təməlim olan insan odur. Və aramızda çox qəribə bir bağ var. Yəni bunu heç bir şəkildə çözüb ayırd edə bilmirəm də ki, səbəb nədir də ona bu qədər həssas olmağımın. Belə ümid edirəm, nə bilim, maraqlı gəlsə oxuyarsınız. Təşəkkür edirəm, özünüzə yaxşı baxın.